Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve əccil fərəcəhum. Dəyərli mömin və möminələr, müsəlman bacı və qardaşlarım, mübarək Ramazan ayının ən böyük simvollarından biri də vəhdət simvoludur. Mübarək Ramazan ayının bizlərə keçdiyi ən böyük dərslərdən biri də o Quran ayəsi ki vardır. Allah mütəal buyurur, hamınız Allah ipindən möhkəm yapışın və ayrılmayın. Yəni, biz müsəlmanları hamımızı birgə şəkildə Allah ipindən yapışmağa, vəhdətə, birliyə səsləyən bir aydır. Bu ayda hər birimiz əl-ələ verib, bir müsəlmanın evində bugün mən süfrəmdə nə açacam, nə yiyəcəm deməsi ay deyil. Əksinə hər birimizin qeydinə qalınası bir aydır ki, Allah bizləri həqiqi vəhdətə əməl eləyən müsəlman bəndələrindən, mömin bəndələrindən qərar versin inşallah.